Salam əziz gedim indi uşaqlar, veriliş hər başlayır. vaxtınız Gedim baxım xeyir görüm. olsun. Mənim əziz dostlarım, Əziz necəsiz? Analarının gözünün işığı, atalarının başının tacı, nənələrinin şirin nəvələri, babalarının noğul nəvələri, əziz dostlarımız, necəsiz? Mən gedim. Artıq məni sevmə çiçək bacı. Mən gedim buradan. Səsi gəlir elə bir. Uşaqlar elə bir cırtdan səsi gəlir, hə? Necəsiz, yaxşısınız? Əziz uşaqlar, şirin balalar. Axı mən idim şirin bala. Uşaqlar. Cırtdan. Cırtdan. Cırtdan gəlib uşaqlar. Deyirsiz, görmüsüz, hə? Cırtdan. Hə, nədir? Nə olub? Niyə ağlayırsan axı? Şirin balalar. Əziz balalar. Ağzını əyirsən. Nə oldu? Bəs məndən başqasıyla dost olmayacaqdın sən? Niyə? Onlar da bizim dostlarımızdır da. Gəlməyəcəm. Sənin dostların deyil olar. Get dostlarınla danış, əziz dostlarınla. Mən burada qalaram. Çıxmayacam mən buradan. Niyə? Sən də mənim o dostlarım kimisən. Bax Cırtdan, olmadı ki, mən onların da dostuyam, sənin də dostunam. Elə deyil uşaqlar. Biz hamımız dostuq da. Nə olsun dostluq, Dostluq da sən mənə gəlib birinci deməliydin ki, Cırtdan, xoş gəlmisən. Ancaq məndən qabaq o bir uşaqları salamlamısan. Axı sən nə olub Cırtdan, sən belə deyildin uşaqlardan qabaq. Sən də çiçək bacı, sən də mənim o biri dostlarım kimsən? Necə o biri dostların kimi? Deməyəcəm. Uşaqlar, Cırtdana nə olub? O biri dostlarım mənə çağırdılar oynamağa. Heç soruşmursan, nə olubdu Cırtdan sənə? Mən soruşdum, sən cavab vermədin. Sən bir O də biri görünür. dostlarım məni çağırdı oynamağa. Dedilər ki, gəl gedək oynayaq. Hə. Sonra getdim gördüm, nə? Getdim gördüm ki, nə Nə, qədər nə uşaqlar oldu? var orada. Aha, olsun da uşaqlardır Bir da. dənə topun başına o yana qaçırlar, bu yana qaçırlar. Oynayırlar da. qaçırlar, bu Sən yana qaçırlar. oynamırsan Cırtdan. Məni çağırıblar oynamağa. Mən niyə onlarla oynamalıyam ki? Üçümüz oynamalıyıq təkcə. Üçünüz oynamalısınız. Yəni sən o biri dostlarınla oynamaq istəmirsən. Onlar da sənin dostun deyil ki. Onlar birinci məni tanıyıblar. Sən də məni birinci tanımısan. Uşaqlar, Cırtdana nəsə olub? Mən də eşitdim qıraqdan ki, əzizləyir, elə bildim məni əzizləyir. Yaxşı Cırtdan. Gəl belə eləyək. Gəl gedək tapmacaya. Sən mənə sonra daha yaxşı izah eləyərsən. Yaxşı, Uşaqlar, tapmacaya diqqətlə qulaq asın və aşağıdakı nömrələrə mütləq yazın. Gedək Cırtdan. Yazın. Çiçək bacınıza yazın tapmacanın cavabını. Getdik. Ay. Getdik. Hə uşaqlar, bugünkü tapmacamız belədir. Ovun alsan, mırıldar, sığallasan, xoruldar. Cavab nədir? Aha, görürəm ki, yavaş-yavaş cavabı tapmağa başlayırsınız. Amma yaxşı-yaxşı fikirləşin. Aşağıda qeyd olunan nömrələrə yaxşı fikirləşib, düzgün cavabı yazıb göndərin. Yurduma qış gələndə, hər yeri ağ görəndə, evdən çörək qaçıram, sevincimdən uçuram. Çovğunun soyuq səsi, oy
Ay cırtdan, Hə. bir mənə bax. Sən bir düzəməli bizə başa sal görüm. Bu uşaqlar da orada gözləyirlər ki, nə olub? Axı biz incitmişik cırtdanı. Yox. Nə olub axı? Bir dənə bax şöyle sal görüm nə olub sənə? Bir məsələni izah elə. Mən deməli belə olmuşdu. Çiçək bacı. Hı. Mən düşmüşdüm həyətə. Aha. Nənəm dedi ki, bağda biraz iş gör. Başladım iş görməyə. Aha. Sonra dostlarım gəldilər ki, gəl gedək oynayaq. Çox israr elədilər də. Aha. Gəl bizlə oyna. Səninlə maraqlı olur. Gəl, gəl. Bu sənsiz Dostsuz da, oynaya. Bu oyunu sənsiz oynaya bilmərik. Oynayaq. Gəl, 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 Nə gəl, gəl. yaxşı deyir. Mən də ki, dayana bilmədim. Dedim, yaxşı dostlarım. Əgər sizsizsə, mən qaça-qaça bütün işlərimi qoyub gələrəm. Dənəmə sonra deyərəm ki, sonra eləyərəm də. Dostlarım elə deyirdilər ki, sənsiz oynaya bilmirik. Sənsiz maraqlı olmur. Nə oldu bəs? Bu nə hərəkətdir? Kimin hərəkətindən xoşun gəlmədi, kimdən xoşun gəlmədi, ağzını əyirsən. Bu elə şey olar. Yaxşı iş deyil cırtdan. Mən nənəmdən gizlin qaçdım, getdim bunlarla oynamağa. Hə. Nənəmin sözünü yerə saldım bunlara görə. Hı. Getdik də oynamağa, gördük orada nə var, nə yox. Hə. Çiçək bacı, bilirsən nə olmuşdu? Nə olmuşdu? O qədər uşaq var idi orada. O qədər uşaq Nə var idi. yaxşı, ki, ay lap Allah, yaxşı. Dedim ki, bu nədir? Mən də dedim nə olub? Hə. Dostlarım da dedi ki, cırtdan, gəl gedək onlarla oynayaq. Biz onlarla niyə oynamalıyıq ki, hə? Hə? Çiçək bacı, düz demirəm? Nə çox oyun oynaya bilərsiniz. Çoxsuz Denən, da, denən, sayınız denən ki, çoxdur. düz Elə deyirsən, deyil cırtdan. uşaqlar. Sən onlarla oynamamalısan. Dostların səni çağırıbsa, deməli səndən oynamalıdılar. Hə, qurtardı getdi. Aa, bu nə danışırsınız? İndi deyəcəksən ki, düz deyirsən, bilirəm. Hə, mən getmədim onlarla. Dedim biraz özümü naza qoyum da, üçümüz oynayaq dedim. Hı hı, Dedim ki, üçümüz oynamalıyıq uşaqlar. Onlar da dedilər ki, yox. Niyə? Maraqlı olacaq. Niyə? Çox olanda daha çox əyləncəli olur. Niyə? Top oynayanda komanda olacaq. Futbol oynayanda çox nəfər olmalıdır. Deməli Sənin sənin oynadıq bəsdir də, 3 səfər. Birimiz orada qaçarıq, birimiz burada qaçarıq da. Eybi yoxdur. Aha, deməli sənin problemin onlarla oynamaqlardır sənin dostluğun. Çiçək bacı, 3 səfərdən komanda olmur. Komanda yox. Düz deyirəm də Çiçək bacı, olur. Axı necə olur? Sən izah elə görüm necə olur? Bir nəfər o var atada dursun, o birisi orada. Mən də ortada qaçaram da. Qaçaram orada, topu vuraram belə. Gol! Cırtdan. Ay cırtdan. İndi bu dəqiqə zəng gəlir. Nə? Eşidirsən zəngi? O qədər başı Dostlarım qarışıb ki zəngi. özünə. Zəng gəlir. Uşaqlar, müsabiqəyə gedirik. Dostları zəng Dostlarım. eləyib. Dostları. Get, Çiçək bacı. Get sən Sən də oyna getmirsən? dostlarınla. Get. Gəl bir yerdə gedək. Gəlin uşaqlar, siz də bir yerdə. Yaxşı uşaqlar, gəlin gedirik müsabiqəyə. Müsabiqədən keçə bilmirəm. Salam dostum. Salam, Necəsən? yaxşıyam. Adın nədir? Hüseyin, Hüseyin. Neçə yaşın var Hüseyin? 9. 9. Məni tanıyırsan mən kiməm? Tanıyıram. Adım nədir? Sırttan, Verilişimizin adı da Cırtdanın macəraları verilişidir. Oyunumuza xoş gəlmisən. Əgər hazırsansa, başlayaq oyunumuza. başlayaq. Başladıq. İndi buradakı gördüyün xanalardan birini seç və başlayaq oyunumuza. Aha. 5, 5. Qəşəng oyunumuz var. Bax, burada gördüyün xanaların içində müxtəlif şeylər var və sən bunların hamısının yadında saxlamalısan. Bizə ən azı 3 dənə doğru cavab verməlisən. Xanalara diqqətlə bax və bizə de. Hansı rəqəmin içində nə əşyası var? Aha, başladıq. Diqqətli ol ha. Aha. Ən azı 3 dənəsini yadında saxla. 3, 2, 1, başladıq. Denən. Birinci kaktüs, Birinci kaktus. Baxaq görək. Afərin.
Sonra 10-cu maşın. 10-cu maşın. Baxaq. Oo! Ağıllı dostum. 7 üzüm. 7 üzüm. 7 üzüm. Baxaq. Əhsən sənə, mənim ağıllı dostum. Afərin sənə. Oyunumuzda qalib gəldin. Yenə oyun oynamaq istəyirsən? Bəli. Keçək başqa oyuna. Oynamaq istəyirsən yenə oyun. Bəli. Onda getdik. Cırtdanın dostları da özü kimi də ağıllıdır. Hə, indi baxaq hansı xananı seçəcəksən. 1. 1. Bax, hansı oyunumuzdur? Aha, görək bura nədir? Vay, nənəmin qoyunları. Deməli, burada nə edəcəyik? Burada qoyunların sayını yadımızda saxlayacağıq. Neçə dənə qoyun var, onu mənə deyəcəksən. Və ən əsası, qıraqdan canavar gəlirsə, mənə mütləq xəbər elə. Yaxşı? Başa düşdün? Bəli. Başladık. Aha, say görək burada neçə dənə qoyun var. Başladık. Aha, diqqətli ol. Canavarlar gəlsə mütləq mənə xəbər elə. Canavarlar. Gəldi, qaçdıq. Toplan, afərin sənə. Nə yaxşı ki, sənin kimi dostum var. Mənə deyirsən ki, canavar gəlir. Yoxsa mən görməzdim o canavarları. Canavar gəlir. Canavarlar gəldi. Gəldi, qaçdıq. Neçə dənə qoyun var? 13. 13. Baxaq görək doğrudur cavab. Ay. Təkrar oynayaq. Amma yadında diqqətli ol, yaxşı? Bəli. Diqqətlə baxaq. Dostum, təkrar Bəli. yenə başlayaq. Diqqətlə say. Bəli. Yaxşı. Diqqətli say, sonra canavarları da mənə deyin. Ha, canavarlar sonra gələr, nənəmin qoyunlarını yeyər, sonra mənə deyər, cırtdan, mənim qoyunlarım hanı? Təkrar başlayırıq. Diqqətli ol. Əhsən sənə. Başladıq. 3, 2, 1, başla. Neçə dənədir? Diqqətli say. 14. Neçə? Ay, canavar gəlir. gəldi. Canavar gəldi, qaçdıq. 14 dənə. Hə, baxaq görək. Neçə dənədir? Gəldi canavarlar. Canavar. Afərin sənə. Doğru cavabı tapdın. 14 dənə qoyunumuz var idi. Mənim diqqətcil, ağıllı dostum. Hə, dostum. Sən bizim bu oyunumuzda qalib oldun. Səni təbrik edirəm. Bizdən Sağ ol. hədiyyə qazandın sən. Sağ Təbrik edirəm. Çox sağ ol oyunumuza qoşulduğun üçün. Dostlarına da xəbər elə, oyunumuzda mütləq iştirak eləsinlər. Yaxşı? Yaxşı. Sağ Sağ ol. Uşaqlar, görürsüz də cırtdanı. O elə narahatdır ki, dostları onu qoyub gedib başqaları ilə oynadı. Çünki onlar mənim dostlarımdır ancaq. Siz də eləsiz uşaqlar. Siz də narahat olursunuz cırtdan kimi dostlarınız gedib başqaları ilə oynayanda. Axı cırtdan, niyə ağlayırsan? Axı burada nə var ki, dostlardır da. Onlar sənin dostların deyil ki, məhəllə uşaqlar bir yerdə oynamırsınız heç vaxt. olsun heç də bacı məhəllə uşaqlardır. O 2 nəfər ancaq mənim dostumdur. Ancaq mənim dostum olmalıdır. Məndən başqa heç kimlə oynamamalıdır. Aa, elə şey Onlar olar. Hamı getdilər. bir-biri ilə oynaya bilər. Elə nə bilim valla.
Ay Çiçək bacı, Hə. bilsən necə oynayırdılar? Necə Mən də oynayırdın? əsəbimdən iş görürdüm mən. Aha. Bağa qayıtdım, iş görürdüm mən. Hə, qayıtdın iş görməyə. Hə, Hə, yaxşı. səslərini eşidirdim. Onların maraqlı. Heç maraqlı değildi sənə. Məsələn, maraqlı səsləri gəlmirdi. Bu qışqırırdılar, yalandan qışqırırdılar, oynayırdılar, Yalandan qışqırırdılar. gol vururdular, sevinirdilər. Düzdür, maraqlı deyil. Maraqlı da cırtdan, biraz maraqlı gəlirdi də sənə orada həvəslənmişdi. Yox, cırtdan maraqlı deyil. Yox, Çiçək bacı, maraqlı deyildi heç də. Maraqlı deyildi Yalandan axı. qışqırırdılar, qaçırdılar. Qərara oradan. gəlməsə maraqlı değildi. Yaxşı olsun. Nə deyim valla, sən belə qərara gəlmirsən, amma əslində bir yerdə oynayanda daha maraqlı olur. Bunu Çiçək biləsən. bacı, onlar ancaq və ancaq və ancaq və ancaq mənim dostlarımdır. O Yaxşı. 2 nəfər, Azər və Anar, məndən başqa heç kimlə oynamamalıdılar. Qurtardı getdi. Nə Yaxşı. olsun orada gedirlər, futbol oynayırlar. Maraqlı qaçırlar topun dalıyca. Oradan burada pas atır. O Maraqlı mənə at, qaçırlar. oradan mənə də at. Ay, gol deyirdilər. Sonra da o birisi də həvəslənir deyir. Hə, sən bizə qol vurmusan. Getdi uşaqlar, gəl bərabər topu ataq. O Maraqlı atır, deyildi, Bu hə. bunu atır, belə qol ala. Bu da sənə İndi maraqlı değildi, hə? Yox, heç də maraqlı deyildi. Heç də maraqlı deyildi. Nəyə maraqlıdır Çiçək bacı? Hə də, nəyi maraqlı idi ki? Yaxşı. Onda belə sən tək işləməyin daha maraqlı idi, hə? Mən də qayıtdım, gəldim, dedim ki, dostlarımla başqa heç kimlə oynamamalıyam. Qayıtdım, gəldim nənəmin işlərini görməyə. Neynəydi? Amma o dostların da səninlə oynamaq istəyirdi. Onlar səni çağırmışdılar. Onlar səni sevirdilər. Hə, indi də sevirlər ha. O demək deyil, səni atıb gediblər. Çiçək bacı, müsabiqə istəyirəm. Vaxtı çatıb görəsən. Dayan. Zəng gəldi. Gəldi. Zəng gəldi uşaqlarımız. Aha, uşaqlarımızdan biri zəng gəlib zəng müsabiqədə gəldi, iştirak zəng gəldi. eləsin. Gedək müsabiqəyə. Gedək. Müsabiqədə qəşəng hədiyyələr qazanacağıq Yaxşı. və neynəsinlər, hara yazsınlar? Hə, o aşağıda gördüyünüz nömrələrə mütləq ora yazın və iştirak eləyin. Getdi. Getdi. La 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 la. Salam dostum. Necəsən? Yaxşıyam. Adın nədir? Zeynəb. Neçə yaşın var Zeynəb? 10. 10. Oyunumuza hazırsan? Hə. Başladık. Buradakı xanalardan birini seç və başlayaq oyunumuza. 2. 2. Aha. Görək hansı oyunumuzdur? Aha, kasa oyunumuz var. Burada kasanın altında bir dənə top var. Kasa fırlanacaq və sən oradakı topu tapıb bizə deməlisən. Hazırsan? Hə. Aferin, başlayırıq. Üç, iki, bir, başladık. Diqqətli ol ha. Hə, Zeynəb, hardadır? 2. Biraz diqqətli fikirləş. 1. Birincidə baxaq görək. Aferin sənə. Dostumuz qalib oldu. Cırtdanın ağıllı dostları var özü kimi. Aha, başqa oyun oynamaq istəyirsən? Hə. Keçək o biri oyunumuza. Xana seçərsən əvvəl, yaxşı? Aha, başla. Hansı xananı seçirsən? 1. Birinci. Aa, çox maraqlı bir oyunumuz var. Deməli Zeynəb, bu oyunumuzda bu olacaq ki, qutuların içində müxtəlif əşyalar var. Və sən bizə ən azı 3 dənə doğru cavab deməlisən. Hansı qutunun içində, hansı xananın içində, hansı əşyadır? Doğru cavabı gözləyirəm. Hazırsan? Bəli. Aha, başladıq. Diqqətli ol ha.
Aha. Başladı. Aha. 10. Onda ne var? Maşın. Onda maşın. Görək doğrudur. Əhsən. Sonra 15. 15'te ne var? Ayakkabı. 15'e baxaq görək ayaqqabıdır. Aferin sənə. Bəs üçüncü? Tez ol, tez ol, tez ol. 3. Ha? 3. Beşinci? 3'te ne var? Kaktüs. 3'te kaktuslu yaxşı fikirləş. Kaktus hansında ola bilər? Bəlkə birdədir. 1. Aha, baxaq görək. Aferin sənə. Ağıllı dostum mənim. Oyunumuz xoşuna gəldi. Və bu oyunda Hə. qalib oldun sən. Təbrik edirəm. Sağ ol. Sağ ol. Cırtdan, Hə. mənə de görüm sən ümumiyyətlə dostluğu nə cür başa düşürsən? Dostumdursa ancaq mənlə oynamalıdır. Oo. Ancaq mənlə vaxt keçirməlidir. Mhm. Başqa? Başqa necə ola bilər ki, dostluq başa düşmürəm? Niyə ay cırtdan? O biri dostların da insandırlar. İstəyirlər o biri dostları ilə də oynasınlar. Məsələn, mənim də dostum var. İstəyəndə məsələn, həmişə demirəm ki, gəlin ancaq mənimlə oturun, durun, mənimlə olun. Onlar da istəyirlər başqa dostları ilə birlikdə vaxt keçirsinlər. Onlar həm mənim dostumdur, həm onların dostudur. Yox, qəti olmaz. Mənim dostumdursa ancaq mənlə oynamalıdır. İndi gedib başqasıyla heç dost olmasın. kimə salam verə bilməz. Yaxşı, olsun. Uşaqlar, bəs siz necə dostunuzu icazə verərsiniz ki, başqası ilə getsin, oynasın. Başqasına getsin, salam versin. Vay. Başqa uşaqlarla, başqa komanda ilə getsin, oynasın. İcazə verərsiniz ona? Onlar deyir. Bax görsən bəziləri deyir ki, yox, icazə Bəziləri deyir, amma indi mən başa düşmək istəyirəm ki, indi bax Hə. təsəvvür elə. Sən bir dənə təsəvvür elə ki, yəni sənin dostundur, sənə deyir ki, ancaq mənlə oynamalısan. Sən də o cür fikirləşərsən ki, hə, gedib ancaq onunla oynayasan. Bəs sən birdən istədi başqa dostunla oynayasan. Başqa bir uşaqla oynayasan. Hə. Yəni mənə deyəcəklər ki, gedib oynama başqası ilə. Hə, deyəcəklər. Bəs sən deyə bilirsən başqasına, o sənə deməyəcək. İstəmərsən? Bilmirəm ki, mən necə yəni, mən gedib oynaya bilərəm də, özüm üçün də qəşəng rahat oynaya bilərəm. Ancaq mənim dostlarım məndən başqası ilə oynaya bilməz. Niyə? Niyə onlar insan olur? Onlar da insandır, onların da istəkləri var. Çiçək bacı, bəs sən icazə verərsən ki, sənin dostların getsin oynasın? Əlbəttə, dedim də. Necə? Bəli, icazə verirəm. Aa! Onlar həm mənimlə dost olurlar, həm başqaları ilə. Onların öz dostları var. Ola bilər bizim dostlarımız uyğun gəlməsin, amma o mənim dostumdur. Onun istəkləri mənim üçün də Belə Ə, şey hörmət edirəm olar, o vəzifəyə. Çiçək bacı. Niyə olmur ki? Yəni sən onlara o ixtiyarı vermisən ki, səndən başqası ilə oynasınlar? Əlbəttə, Ay yəni nə olacaq ki? aman! Mənim də balaca vaxtı bax oynadığım uşaqlar var idi. Mən də o vaxtı uşaqlarla bir yerdə bahəm oynayırdıq, ayrı-ayrı oynayırdıq. Dostum gedirdi dostu ilə oynayırdı. Əslində mən fikirləş görüm də, mən istəmirəm nəsə deyim. Yox, Özüm heç fikirləş səbəb görüm yox. necə olur. Dostlarım ancaq mənimdir. Heç kəslə paylaşa bilmərəm. Yox. Yaxşı. Azər, Əli, ancaq mənlə oynamalısınız. Qurtardı. Hə. Cırtdan, gəl belə eləyək. Müsabiqəmizin vaxtı da zəng gəlir. Eşidirsən? Hə, eşitdim. Aha, eşitdim. Dedim bəlkə Azərlə Əli də zəng Yox, edirlər ki, yox. ay cırtdan, Gəlin gedək, gedək. Gəlin gedək. Müsabiqəmizi uşaqlar, müsabiqəmizdə aşağıdakı nömrələrlə Yaxşı. iştirak etməyi unutmayın. Gedirik müsabiqəmizə. Müsabiqəyə. Lay, müsabiqə. Lay. Salam dostum. Salam. Necəsən? Yaxşıyam. Adın nədir? Fatimə. Neçə yaşın var Fatimə?
10. 10. Oyunumuza hazırsan? Hazıram. Getdik onda oyunumuza. Fatimə, buradakı xanalardan birini seç və oyunumuza başlayaq. Aha. 1, 4. 4. Başlayırıq oyunumuza. Hazır ol. Ay, çox maraqlı bir oyunumuz gəldi Fatimə. Kasa oyunumuz. Bu kasaların altında bir dənə yumurta var. Bu kasalar fırlanacaq və sən doğru cavabı yumurta hansı kasanın altındadsa onu bizə deyəcəksən. Hazırsan? Hazıram. Başladıq. Diqqətli ol. Aha, diqqətli bax. Yumurta kasalar fırlanacaq və indi sən doğru cavabı bizə deyəcəksən. Hə, hardadır? Birincidə. Aha, baxaq görək. Sən sənə aferin. Qalib oldun oyunumuzda. Ağıllı dostum. Başqa oyunda oynamaq istəyirsən? Bəli. Getdik onda oyunumuza. Gəl, gəl. Bir dənə xana seç və başlayaq. Aha, xanalardan birini seç dostum. İçini. İkinci. Gözlə. Oyunumuzu bəyəndin? Bəyəndim. Bax Fatimə, dostum, burada bu qutuların içində müxtəlif əşyalar var. Bizə 3 dənə doğru cavab deməlisən. Xanaları da yadında saxla və içindəki əşyanı da yadında saxla, yaxşı? Yaxşı. Qutular açılır. Hamısı açıldı. Diqqətlə baxırıq və doğru olanları deyirik. 3, 2, 1, başladı. Aha. Birinci xanada kaktüs var. Bir də baxaq görək. Aferin. Sonra 8-də portağal var. 8-də görək nə var? Aferin. Sonra 15-də ayaqqabı. 15-də ayaqqabı. Baxaq görək. Aferin sənə dostum. Cırtdanın dostları ağıllıdır özü kimi. Təbrik edirəm səni. Oyunumuzda qalib oldun. Müsabiqəmizdə 2 oyunda iştirak elədin və ikisində də qalib oldun. Və bizdən hədiyyə qazandın. Təbrik edirəm səni. Sağ ol. Sağ ol. Sağ ol. Gəlməyəcəm. Bunlara bax, durub gəliblər dalımca. Siz mənim dostlarım deyilsiniz. Kimlə oynayırsınız, day onlarla gedin dost olun. Nə oldu bunlara bax. Cırtdan? Nəyə Nə deyirsən? oldu? Bəs maraqlıydı, qəşəng idi. Qaçırdı stopun dalıyca dəli kimi. Bunlara bax hələ gəliblər dalımca. Ay Cırtdan, Dedim orada mənə nə gəlmir. deyinirsən? Bir mənə də bax görüm nə deyinirsən sən. Heç nə, Çiçək bacı. Dostlarım gəlib dalımca. Yox, keçmiş dostlarım, keçmiş nə çaşdı. yaxşı. Nədir, Nə nədir? keçmiş? Onlar səni sevirlər ki, dalınca gəliblər də. Nəyi seviblər? Güya Yox. darıxıblar mənim üçün. Yox, bir Cırtdan, də heç düz fikirləşmirsən. Əgər mənim dostlarım mənim dalımca gəlsələr, mən onları məhəbbət kimi, diqqət kimi qəbul eləyərəm. Dost nədir? Dost səni axtarandır, sənə fikirləşəndir, sənin dalınca gələndir. Onlar səni axtarıblar da. yox, Çiçək bacı, istəmək o deyil. Nə oldu? Tək olanda yadlarına düşdü ki, ay cırtdan var imiş. Bunların cırtdan adında dostu var imiş. Elə yadlarına düşdü. Mən sizin üçün nəyəm, hə? Görürsən Çiçək xala, məni istəmirlər. Yox, Yalandan səhv gəliblər fikirləşirsən. dalımca.
Səhv fikirləşsən cırtdan. Dostluq o deyil. Dostluq, yəni səni axtarıblar, səni istəyirlər. Sən gərək nə eləməlisən? Biraz fikirləşməlisən dostların haqqında. Çiçək bacı, Hı. mənim üçün narahat olsaydılar, mənimlə oynayardılar. Niyə? Hı. Onlar səninlə oynamaq istəyiblər. Fəqət deyib səni çağırıblar. Amma gedib görüblər ki, həm oynayanda çox maraqlı olur. Mənim bax cırtdan. Mənim balaca vaxtı oynadığım bütün həm oyunlar, bütün qəşəng anlar yadımdadır. Çünki bir yerdə oynamışıq, bir yerdə sevincimizi bölüşmüşük, demişik, gülmüşük, çox da maraqlı olub. Elə deyil cırtdan. Sənə də elə gəlmir? Çiçək bacı, Elə oyunlar var ki, həm oynayırlar cırtdan. Elə Çiçək oyunlar var. bacı düz deyirsən. Bayaqdan fikirləşirəm. Düz deyirsən, amma çox əsəbiyəm onlara qarşı. Amma düz deyir, dostlarımı çox istəyirəm. Paylaşmaq istəmirəm. İstəmirəm məndən başqası ilə oynasın. Aha, paylaşmaq. Amma belə baxanda oyunlar da var ki, çox nəfərlə olmalıdır. Onda yaxşı oynamaq olur da Necə onlarla. 3 nəfər oynayacaqdınız o oyunları? Onu dostların da görüb də. Məsələn, sənin dediyin o topun dalınca qaçırdılar. Futbol oynayırdılar. Çiçək bacı, bayaq Onu necə dedin, sən oynayırsan? niyə narahat olursan ki, çoxluqla oynamırsan? Hə. Mənə elə gəldi ki, onlar məni daha çox istəmirlər. Bir də ki, istəyirəm, onlar, yəni mən nə desəm, mənim sözümə qulaq Yox. assınlar. Ancaq mən deyən kimi oynasınlar. Onlar da eləmirlər də. Mən deyirəm ki, ay Azər, topu buradan at. O deyir ki, yox, oradan atmaq olmaz. Mən deyirəm Cırtdan. ki, topu buradan at, bura pas at, bura Qulaq pas as at. O da cırtdan. deyir ki, yox, olmaz. Mən öz bildiyim kimi eləyirəm. Sənin boyun balacadır, topa çatmaz boyun. Mən deyirəm ki, yox, bura gəl, buradan qol vuraram. O da deyir, yox, belə olmaz. Komanda elə olur da, bir-birlərindən gərək sözləri bir olsun. Siz komandasınız, o yəqin nəyisə görüb ki, istəyib bir yerdə oynayasınız. Düzgün sizin komandanızın xeyrinə olub. Bilirsən cırtdan. Bax elə oyunlar var ki, həqiqətən də tək oynamaq olmur. Gərək sən onları həm oynayasan. İndi təsəvvür elə ki, indi futbol oynayırsınız, ya hansısa bir oyun oynayırsınız. İndi 3 nəfər oynayırsınız. Bayaq özün də dedin. Düz deyirsən, Çiçək bacı. Komanda olmaq lazımdır. Həm də bir yerdə oynayanda artıq nələrsə öyrənirsiniz. Bir yerdə komanda olmağı, böyüyəndə də məsələn hansısa işlərdə birlikdə işləməyi öyrənəcəksiniz. Bu işlər, bu oyunlar sizi əməlli başlı yaşamağı öyrədir. Çox qəşəngdir cırtdan. Əslində sən biraz fikirləşsən, o dostların da səni çox istəyir. Hə, onda Bir də ki, bir söz də deyim. Hə. Sən deyirsən ki, mənim sözümə qulaq assınlar. Hə? Cırtdan, sən özün sənə desər, cırtdan otur, cırtdan dur. Nə bilim, bunu elə, onu elə. Sən qəbul eləyərsən. yox, elə şey olar. Göstəriş ancaq mən verməliyəm dostlarıma. Niyə sən Məndən verməlisən? başqa dostlarıma Sənə göstəriş verə bilməzlər, Yo, hə? yo, qəti. Ancaq hər Niyə? şeyi mən Uşaqlar verəm. düz deyir, cırtdan. Bax. Görsən nə deyirlər? Uşaqlar, onda Çiçək bacı, dostlarıma deyim ki, dayanın. Gəlirəm. Bəlkə Çiçək bacı, mən gedim dostlarımın yanına, hə? Hə, Uşaqları hara gedirsən? gedim də dostlarım çağırım, bayaq məni Bəs çağırırdılar. bu dostlarımız nə olsun? Doğrudan O Uşaqlar siz də dostlarımız mən da səni gözləyir hər gün, səninlə yoldaşdılar. Hər Dostlarımdırlar. gün deyirlər, ay cırtdan gəlsin, biz onu görək. Hə, necə? Hə, Bəs dostlar onları bayaq- qoyub getmək istəyirdin? Yox, bayaq onlara zarafat eləyirdim. Dedim görüm məni qoyub gedəcəklər yoxsa yox. Yox, onlar Gördüm sənin ki, dostundur, yox, onlar da səni qoymurlarmış. sevir, biz də səni sevirik. O demək deyil ki, hamımız bir-birimizlə dost olmalıyıq. Mən dostlarımın hamısını çox istəyirəm. Daha məhəllə uşaqları ilə də oynayacağam. Bəli. Axırki bir nəticəyə çatdın La, uşaqlar. Hə uşaqlar, kömək istəyirsiniz? Mən hazıram kömək eləməyə. Ancaq birinci tapmacamıza qulaq asaq. Ovun alsan mırıldar, sığallasan xoruldar. Nədir görəsən? O bir heyvandır. Çox qəşəng tükləri var. Qəşəng sığallamaq olur onu. Balaca heyvanların qənimi. Bildiniz. Tez yazın aşağıdakı nömrələrə göndərin. Hə, Çiçək bacı, belə fikirləşdim ki, düz deyirsən. Bərabər oynamaq daha yaxşıdır, daha çox əyləncəlidir. Bəli. Qərar aldım ki, daha bərabər oynayacağam. Düzdür. Uşaqlar siz də elə fikirləşirsiniz də. Ola bilər içərinizdə hansısa uşaqlar fikirləşir ki,
cırtdan kimi fikirləşir və fikirləşir ki, tək Hə. oynamaq yaxşıdır. Amma bir dəfə yoxlayın. Həmin uşaqlar ki, tək oynamaq xoşlayır. Bir yerdə oturun. Görün nə qədər xoş keçəcək sizə. Deyəcəksiniz, güləcəksiniz, Yeddi birlikdə şüşə də işləriniz olacaq, oynayacaqsınız. Məsələn, elə o komanda oyunları o qədər maraqlı olur. Məsələn, mənim uşaqlıqda oynadıqlarım hamısı yadımdadır. Bərabər Xoş oynamısan keçib. deyə ona görə çiçək bacı. Bəli, çox xoş keçib mənə. Ona görə də uşaqlar həmişə unutmayın. Yəni birlikdə oynamaq sizin həm xeyrinizədir, həm də ki çox şey öyrənirsiniz. Bir-birinizdən çox şeylər öyrənirsiniz. Bir-birinizə faydanız toxunur. Ona Çiçək görə bacı. də- Hə. Deyirəm ki, 7 şüşə də oynayarıq da. İndi futbol oynadılar, qurtardılar. Gedim bir deyim bəlkə Gəncədə 7 şüşə oynayaq. Qəşəng Hə, onu o maraqlı qədər olar. oyun var, həm oynamalı. Çox da Ura! maraqlı. Sən də çoxlu Daha şeylər çox öyrənirsən. dostum Dostlarından oldu, öyrənirsən. daha çox Onlar dostum səndən oldu. öyrənir. Hə, cırtdan. Hə. Mən özüm üçün danışıram. Oynayırdım, təzə dostlarım oldu deyə çoxlu həvəsləndim belə Gör oynamaq necə gəldi. sevinirsən. Hə. Cırtdana bax. Hə. Uşaqlar, heç vaxt yadınızdan çıxartmayın. Birlikdə oynamaq sizin həm özünüzə, həm dostlarınıza xeyirdir. Həm Hə. də qəşəng keçir də günümüz. Ona görə heç vaxt təkliyə üstünlük verməyin. Çiçək bacı, deyirəm bəlkə dostlarımız bizə özlərini o oynadığı oyunların rəsmlərini Bəli, çəksinlər, göndərsinlər mütləq, bəlkə. mütləq. Dostlarının şəkillərini, hamısını hansı Dostların oyunlar. şəkilləri ola bilər, birlikdə sizin maraqlı əhvalatlarınız ola bilər. Onları mütləq bizə yazın. Ola Çiçək bilər, bacı. birlikdə şəkilləriniz olsun, birlikdə çəkdiyiniz şəkillər olsun. Hə, Onları hə, hə. mütləq bizə göndərin. Çiçək bacı, bəs sən uşaqlıqda ortada qaldı oynamısan? O qədər. Çox maraqlı deyə top atılıb. Hoppa, Ortada o yana qaldı, getsən, hoppa. bənövşə, bənövşə. Gör nə qədər maraqlıdır. Hə, bənövşə də var. Bənövşə, bəndə Hə, düşər. bir-birimizin əlini tuturduq, bir-birimizdən oynayırdıq. Bizdən sizə kim düşər? Adı gözəl, özü gözəl cırtdan. Ortada qaldı. Gör necə maraqlıdır. Hə, Çiçək bacı düz deyirsən. Onda qərar aldım. Mən dayı qurtardı. Tək oynamaq, 3 səfərlə oynamaq qurtardı. Yaxşı, cırtdan. Verilişimizin sonuna yaxınlaşdıq. Yenə. Bəli, Yaxşı, bu verilişimizin dəfə sonuna ağlamayacağam. yaxınlaşdığı üçün gəl dostlarımızla biraz sağollaşaq və dostlarımıza bir şey xatırladım ki, aşağıda gördüyünüz nömrələrə tapmacanın cavabını göndərin. Sonra müsabiqəni əgər müsabiqədə iştirak etmək istəsə, müsabiqəyə iştirak eləmək üçün o nömrələrə Nömrələrə mütləq yazsınlar. mütləq yazsınlar və əhvalatlarınızı, sözlərinizi, hər nə olsa, şəkillərinizi bizə ora göndərin. Çiçək bacının sizə verdiyi suallar haqqında ki, nələr demişdi mövzumuz haqqında, Fikirlərinizi. onların hamısını, fikirlərinizi bizlə bölüşün. Hə. Sağollaşmazdan əvvəl bunu da demək istəyirdim ki, aşağıda gördüyünüz nömrələr ki var, ora tapmacanın cavabını göndərəcəksiniz. Müsabiqədə iştirak eləmək istəyirsə, yenə həmin nömrələrə müraciət edəcəksiniz və ən əsası da fikirləriniz, məsələn, şəkilləriniz və əhvalatlar dedik bayaqlar, onların hamısını bu nömrəyə göndərəcəksiniz. Hə, Çiçək Yadınızdan bacı. çıxmasın. Gözləyir ya. Gözləyirik ya, uşaqlar, Mütləq gözləyirik. göndərin. Hə. Sağ olun uşaqlar. Sağ olun uşaqlar. Mən qaçdım oyun